yanvar ayının 28-də mənə zəng gəlir ki, yanvar ayının 24-dən sənin bültenini ləğv edir. Həkim, sən bunu necə ləğv eləyə bilərsən, başa dönüm. Yəni bu mənə qarşı Teyyub Sultanov tərəfindən qurulmuş bir oyun idi. Həkimə heç nə demədim, demə olsun həkim. Və araşdırma apardım. Araşdırmam nəticəsində məlum oldu ki, sən demə bizim idarənin müdürü Teyyub Sultanov tərəfindən Səyyaf həkimə tapşırıq verilib ki, təcili şəkildə rəhmanlı bülten ləğv eləməlisən. O da baş üstə deyib, sırazı mənim bültenimi qanunsuz şəkildə ləğv edib. Xəstəxanada kanalizasiya çəkilib. Dövlət büdcəsindən külli miqdarda pul ayrılıb orası. Amma nə qədəsi sərf edilib, mən özüm həmin layihədə işləmişəm. Nə qədəsi işçilərə verilib, nə qədər materiala verilib və nə qədəsi ciblərə gedib. Yəni hər birini çox gözəl bilirəm. Mən istəmirdim. Xahiş edirəm videonu bəyənin, paylaşırsınız ki, cənab prezident də agah olsun bütün bu məsələlərdən.